Ümumiyyətlə, hamiləlik aparanda mən çox demokratik yanaşıram. Çünki hər dəfə deyirəm, hamiləlik xəstəlik deyil, normal həyat tərzi davam edin, hətta həzz alın, gözəlliyinizdən qalmayın, gəzməyinizdən qalmayın. Amma bəzi şeylər var ki, kəsinliklə olmaz. Bir nömrə burada rentgen və kompüter tomoqrafiya müayinəsi. Bəzən terapevtlər təyin edirlər, ağciyər probleminə görə, başda problemlərə görə qızlar bilmirlər. Amma ona çox diqqət eləməli ki, rentgen müayinəsi, kompüter tomoqrafiya olmaz, amma MRT olar. Bəzi hallarda özümüzdə təyin edilir, MRT olar hamilələrə. İkinci məsələ davranışda. Sözsüz ki, iki vacib məsələ siqaretdir və alkoqollu içkidir. Qəti şəkildə olmaz. Çünki uşağın sinir sistemi zədələyir və uşaqlarda əqli inkişaf, hansın ki, biz nə UZI-də, nə Dopplerdə görə bilmirik, əqli inkişafında zədələnmə gedir. Üçüncü məsələ də ki, hansı ki, qızlar ximikatlarla işləyir ya ətraf mühitdə onlarla rastlaşır, çox ehtiyatlı olmalılar. Ən çox bizə qüsur yaradan, uşaqlarda kobud qüsur yaradan məhz o ximikatların təsiridir. Bu ximikatlara narkotik maddələr də daxildir. Ona görə bütün bunlardan kəsinliklə qaçmaq lazım. Qalan şeylərdir ki, lazerdir, məsələn, samolyotda uçmaqdır, kofe içməkdir, gündəlik gələn suallardır. Bunların uşağa təsiri olmaz. Bir də bəzi antibiotiklar var ki, hansı uşağın sümük patologiyasını yarada bilər, onlar hamiləlik vaxtı olmaz. Amma başqa antibiotiklar əksinə olar. Çünki hər zaman deyirəm, ağırlaşıb, infeksiya durumu düşərsəsə, pnevmoniya olarsa, uşağınız da pnevmoniya doğularsa, ondan sonra vaxtında antibiotik içmək və uşağımızı qorumaq.